Salam əleykum hörmətli izləyicilərimiz. Binəqədidə yeni 4 otaqlı həyət evimiz satışa çıxarılır. Evimiz qoşadaşdan tikilmə evdir. Qiyməti də sonunda paylaşacağım evimizin. İlk dəfə qiymətli video çəkirik. Deməli evimizin giriş hissəsi buradır, həyətimiz buradır. Bura rahat bir maşınlıq həyət var. Hələ bir maşınlıq böyükdür həyəti. Çöldə belə kran qoyublar. Daha sonra evimizin birinci mərtəbəsini gətirəcək. İstəyirsiniz buranı kladovka kimi işlədə bilərsiniz. İstəyirsiniz qonaq otağı kimi, istəyirsiniz yay mətbəxli qonaq otağı eləyə bilərsiniz. Yəni hər şey əlverişlidir. İçəridə evin alt hissəsi, burada balaca bir dənə kladovka üçün yerdir. Yəni ev bura çək. Bax, çəkib, bax betonu görürsünüz. Bura taxta başlayır. Yəni evimizlə tanış edin. Ancaq səxətli var. Orası kombi üçün yerdir ora. Evimiz yəni istilik sistemi kombi sistemidir. Yəni onun üçün yer qoyulub, əlavə kartlı yığmağa, yer düzəltməyə ehtiyac yoxdur. Yağış dəyməyə, külək dəyməyə verildi. Gəlin ikinci tərəfə baxacaq. Evimiz gördüyünüz kimi 11 daş kürsülüdür. Yaxınlaş. Burada stop qoyub oturmaq üçün qəşəng balkon hissəsi var. Burası kutumadır. Buradan yəni rahat çıxmaq oturmaq olar. Evimizin içərisində dizaynla fikir verin. Baxın, yeni remontdur. Gördüyünüz kimi qəşəng mənzərəli yaradır. Qəşəng yaradır. Gəlin mətbəxdən başlayalım. Gördüyünüz kimi bura mətbəx hissəsidir. Görünən böyük bir mətbəxdə. Rozetkalara baxın. Ne qədər rozetkası var. Aboylarına baxın. Evin qapısını çəkin. Qapı özü qapısı. Daha sonra görürsünüz. Balkona açılır birbaşa pəncərəsi. Gəlin keçək qonaq otağına. Möhtəşəm bir dizayn evdir. Qonaq otağına ışıqlandırması, daha sonra tablot, aboylar, çox süper. Gördüyünüz genişliyə baxın. Nə istəyirsiniz burada, necə istəyirsiniz, dizayn etmək mümkündür. Yəni hər üzərində uyğundur. Pəncərəsi məhliyyatçıdır. Məhliyyatçıdır birbaşa. Gördüğünüz gibi evin atına keçir, buradan kəm keçir, buradan kəm. Evimizin ünvanı 179 sayılı məktəbin yanındadır. Bura yataq otağımızdır. Baxın, pəncərəsi heç kimin həyətini düşmür, heç kimin yəni yataq otağını görmür. Aboy bak, sən Allah. Aboyla naxışlar genelde birbirlerine tutulur. Gel. Bak, örneğe bakın. Gördüğünüz için bu ikinci bir yatağı otağıdır. Örneğe bakın. Kombi sistemi. Yine həmçinin pəncərəsi heç kimin həyətinə düşmür. Kesin növbəti otağımıza. Buradan növbəti yatağı otağımızdır. Ev boşa daş içindir. Gördüğünüz kimi ovaya bakın. Elə bu adam başını qarışdırır. Yuxuya var aradan. Görürsünüz böyle bilir. Əla bir dənə evdir. Gəlmiş. Burada da evimizin sağ zevkli. Evimizin qiyməti 115 mindir. Evinizlə bağlı 2000 əlavə bir sualı olarsa bizdən əlaqə saxlaya bilər. Evimiz 4 otaqlıdır, 11 daş kürsülüdür, aşağıda bir otaq var, əlavə kiçik kladovkası var, kombi üçün yeri var. Ondan sonra qiyməti 115 mindir, 179 sayılı məktəbin yaxınlığında yerləşir. Sağ olun.